Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Əziz müsəlmanlar, hər birinizi Ramazan münasibətilə təbrik edirəm. Allah ibadətlərinizi, orucularınızı, dualarınızı qəbul eləsin. Bugün qısaca Ramazanın ictimai faydalarından da açacağıq. Yəni Ramazanın cəmiyyətə faydaları haqqında bəhs edəcəyik. Hər şeydən əvvəl ifadə etməliyik ki, qeyd etməliyik ki, Ramazan orucunu tutmaq Allahın bir əmridir. Və biz müsəlmanlar Allahın əmri olduğu üçün bu niyyətlə Ramazan orucunu tuturuq. Bəqərə surəsi 183-cü ayətdə buyurulur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu kutbə aleykumus-siyam kəmə kutbə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman edənlər, oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də fərz qılındı. Bəlkə Allaha qarşı təqvalı olasınız, bəlkə günahlardan çəkinəsiniz. Yəni, günahlardan çəkinəsiniz deyə oruc sizlərə fərz qılındı. Və oruc İslamın şərtlərindən biridir və Allahın əmridir. Bu məqsədlə, bu niyyətlə orucumuzu əda edirik. Ancaq bununla yanaşı orucun bizə bir çox faydaları da vardır. Orucun biz müsəlmanlara, hər birimizə faydalarını bu şəkildə ifadə edə bilərik. Ən başda bizi mənəvi olaraq yetişdirir. Nəfsimiz üzərində orucun çox böyük faydaları var. Bundan başqa orucun bizə fiziki faydaları var. Yəni, oruc tutan insanlara sağlamlığı baxımından orucun çoxlu faydaları var. Və bu barədə araşdırmalar var və bu araşdırmalarda orucun həqiqətən də insanın sağlamlığına böyük təsirləri olduğu ifadə olunur. Bundan başqa orucun insanın psixoloji olaraq faydası var və bizim bəhs edəcəyimiz mövzu isə orucun ictimai faydalarıdır. Yəni, orucun cəmiyyətə faydası. Orucun ictimai faydalarını isə bu şəkildə saya bilərik. Ən başda Ramazan ayı bütün müsəlmanların gözlədiyi bir aydır və bu baxımdan müsəlmanların hamısına təsir edir və onlar arasında həmrəylik duyğusunun formalaşmasına kömək edir. İnsanlar Ramazan ayında bir yerdə ibadətlər edirlər, bir yerdə namazlar qılırlar, məscidlərdə toplaşırlar və deyə bilərik ki, dinimiz həqiqətən cəmaatçılığı, cəmaat ruhunu təşviq edən bir dindir. Bu bizim dinimiz insanı tərk-i dünyalığa, insanlardan, cəmiyyətdən uzaqlaşmağa deyil, insanlarla bərabər olmağa, cəmiyyətlə həmhal olmağa və onlarla birlikdə ibadətlərini etməyə təşviq edir. Bu baxımdan Ramazan ayının müsəlmanlar üzərində onların arasında həmrəylik duyğusu yaratmaqda böyük təsiri var. Bundan başqa deyə bilərik ki, hətta oruç tutmayan insanlar belə Ramazan ayını bir fərqli ab-havada keçirirlər. Məsələn, bəzi insanlar, içki içən insanlar belə cəmiyyətimizdə bunu tez-tez eşidirik. Ramazan boyunca içkidən uzaq dururlar, pis davranışlardan uzaq dururlar. Hətta statistikalar göstərir ki, müsəlmanların yaşadığı cəmiyyətlərdə Ramazan ayında cinayətlərin sayı çox azalmış olur. Və bu da Ramazanın ictimai olaraq bir töhfəsidir, ictimai faydalarından biridir. Bundan başqa Ramazan orucu insanı təkəbbürlülük duyğusundan qurtarır. Təkəbbürlülük duyğusu, mənəmlik hissi insanın başqa insanlarla olan münasibətinə çox mənfi təsir edir. Və Ramazan bizi, nəfsimizi tərbiyə etdiyi müddətcə biz də insanlarla olan münasibətimizi gözəlləşdirmiş oluruq. Bir hədisdə Həzrət Peyğəmbər buyurur ki, əgər oruc olduğunuz halda biri sizinlə savaşmağa çalışarsa, biri sizə pis sözlər deyərsə, mən orucam deyə təkrar edin. Yəni, həmin insanla savaşmayın, siz də onu söyməyin, mən orucam deyin. Burada insan həm qarşısındakına, həm də özünə oruc olduğunu xatırladır və oruc həmin insanı pis və mənfi davranışlardan çəkindirməli olduğunu dərk edir insan. Bu şəkildə insanlarla dava-dalaşdan çəkinir ki, bunu da Ramazanın ictimai bir faydası olaraq qeyd edə bilərik. Bundan başqa Ramazanın digər bir ictimai faydası Ramazanda olan iftar süfrələridir. İnsanlar bir yerə toplaşaraq bərabər iftarlar edirlər və bir yerdə ibadətlər edirlər. Bu iftar süfrələrində həm kasıb, həm varlı, yəni statusuna baxmayaraq bütün insanlar bir yerə toplaşırlar. Bu da qardaşlıq duyğularını gücləndirir, cəmiyyəti daha da bütövləşdirir. Müsəlmanların iftar süfrələrinə bir-birlərini dəvət etməsi yenə təşviq olunan əməllərdəndir. Bir hədis-i şərifdə Həzrət Peyğəmbər buyurur ki, bir müsəlman oruclu bir şəxsə iftar verdiyi zaman
o oruclu şəxsin qazanacağı savab qədər savab qazanar və oruclu şəxsin savabından da heç bir şey əksilməz. Bu əmri düstur olaraq alan müsəlmanlar digər müsəlmanlara, müsəlman qardaşlarına iftar verməyə səy göstərirlər və digər müsəlman qardaşlarını iftar süfrələrinə dəvət edirlər ki, bu da Ramazanın ictimai faydalarındandır. Eyni zamanda Ramazan orucu insanlar arasında yardımlaşma duygusunu daha da artırır. Sosial statusundan, zənginliyindən, kasıblığından asılı olmayaraq bütün müsəlmanlar bir yerə gələrək iftar edirlər və bu da onların qardaşlıq duyğularını daha da artırır və bunu da yenə orucun ictimai faydası hesab edə bilərik. Bundan başqa Ramazan ayında insanlar ehtiyac sahiblərinə daha çox sədəqə verməyə çalışırlar. Zəngin müsəlmanlar isə öz zəkatlarını Ramazan ayında verməyə çalışırlar və bu şəkildə ehtiyac sahibi müsəlmanların, ehtiyac sahibi insanların ehtiyacı görülmüş olur və cəmiyyətdə qardaşlıq duyğuları daha da artmış olur. Bundan başqa Ramazanın özünə məxsus bir sədəqə növü vardır ki, buna da fitr sədəqəsi deyirik və ya fitrə deyirik. Fitr sədəqəsi gücü çatan hər bir müsəlmanın öz ailəsindəki fərdlərin sayı qədər ehtiyac sahibi müsəlmanlara verdiyi pul və yaxud da onun qarşılığında qida vasitələri ola bilər və bu fitrə sədəqəsi də yenə müsəlmanlar arasındakı qardaşlıq duyğusunu, köməkləşmə, yardımlaşma duyğusunu gücləndirir. Və bundan başqa Ramazanın sonunda müsəlmanlar bayram edirlər və bu bayram da müsəlmanların sevincinin, qardaşlıq duyğularının ən yüksək həddə çatdığı gündür. Və bayram günlərində müsəlmanlar bir-birlərinə qonaq edirlər, bir-birlərini təbrik edirlər, bir-birlərini bayram süfrəsinə dəvət edirlər. Qısacası Ramazan ayı başlı başına rəhmət, məğfirət və bağışlanma ayıdır. Ramazan qardaşlıq ayıdır və bu səbəblə hər bir müsəlmanın Ramazanını təbrik edirəm. Allah bu Ramazanı haqqı ilə əda etməyi, orucları düzgün şəkildə tutub və ən sonda bayramı edə bilməyimizi hər birimizə nəsib etsin.